Salam, hər vaxtınız xeyir. Belə bir maraqlı tapşırığın izahını verəcəm. A, K, Ə, K, Ş, İ hərflərin hərəsindən bir karta yazıb qutuya yığdılar. Qarışdırdıqdan sonra bir-bir təsadüfən çıxararaq sıraya düzdülər. Şəki sözünün alınma ehtimalını tapın. Şəki bilirik ki, 4 hərfli sözdür. Ş, Ə, K, İ. Burada baxırıq mümkün hallara. Hərflərimizdə 4 dənə hərfimiz var. Birinciyə bir hərf qoya bilərik. Yəni 4 hərfdən birini seçə bilərik. Burada 4 hal var. Tutaq ki, hər hansı bir ixtiyari bir hərfi qoyduq. İ hərfini qoyduq. Yerdə neçə hərf qaldı? 3 hal qaldı. 3 hərf qaldı. Üçüncüyə 3 hərf ola bilər. Yenə birini qoyduq, tutaq ki, ş qoyduq. 2 hərf qaldı. Üçüncüyə 2 hal mümkündür. Yenə birinin üstünə xətt çəkirəm. 1 hərf qaldı. Dördüncüyə də 1 hərf mümkündür. Bu oldu mümkün hallar. Mümkün hallarımız oldu. 4 vur, 3 vur, 2 vur, 1. O da eləyir 24. Gəlin görək əlverişli hallar. Əlverişli hallar isə deyir şəki sözü yaransın. Bu bir halda mümkündür də. Birinciyə ş, ikinciyə ə, k, i. Yəni bir halda mümkündür. Olacaq. Bu da bir hal. Deməli, düstur necə idi? Əlverişli hal bölünsün mümkün hal. O da bərabərdir 1/24. Diqqətiniz üçün təşəkkürlər.